Ben öğretmişəm səni imamın çalamınla. Sən də indi imama buğz edirsən. Çünki bilmirsən. Xeyr, sən imamdan qabağa düşüb öz işini görürsən. Xeyr. Açı, bax, gənə təkrar edirəm. Məni məcbur eləmə, səni lənətliyim, bir də bura gəlməyim. Mən beynimi xarab eləmə, başa düşürsən, mən sənin kimi 1 milyon insan yola vermişəm. Qulaq as, bir də axırı səfər... Sən bura gəlsən, qürbətən ilallah, Allaha xatir söz deyirsən. Mənə xatir gəlmirsən. Səsimi mulla, qulaq as. Mən səndən 10 yaş böyüyəm, qulaq as. Öyrən. Müştehid, ona görə... Qəmbərov, hörmətsiz eləmə. Mən heç bir kişiyə pozvolit eləmərəm ki, mənə hörmətsiz deyələsin. Qulaq as, hörmətsiz eləmirəm. Kəs səsimi, qulaq as. Öyrən. Təkəbbürə bax, minib şeytanın şeyinə meydan oxuyur. Allah lənət eləsin şeytana. 3 gündür, 4 gündür musiqi səni pis günə qoymusan, özümə gələ bilmirsən. Diqqətlə qulaq as. Bizim davamız budur ki, 3 dənə Qeybət-ü Kübrada variant olur. 3 dənə böyük fəqihlər ya bunu bastırıblar, deyiblər ki, yer qusacaq, dəlilləri olur. Verəcək imama. Ya inanıblar ki, zuhur hava olur olsun, mən evladıma külçə qızılları yığacaq, axırıncı verəcək ona. 3-cü variantda paylanmaq variantı olur. Bu 3 dənə variantdan başqa, o da niyə? Niyəsini qoy deyim. Çünki imam pulu Peyğəmbər də əvvəldən Haşimi seyidlərinə maaş veriblər illik. Bu da dəlildir. Sünnədən dəlildir. Seyidə pul aparıb vermək xumsun içindən Peyğəmbərin və Ali Məhəmmədin əməlidir. Xeyir əməlidir. Buna 3 dənə şeyə əsasən bunlar iş görüblər. 4-cü bidət yolu çıxardıblar müştehidlər. Ay Nurəli, mənim əziz qardaşım. Gəlib deyiblər ki, xums mübah deyil, xums vacibdir və bu hədis zəifdir, bu İshaq ibn Yaqub məhculdur, biz bu tövqeni qəbul eləmirik. İndi gətirin bizə bunu verin. İndi biz də bunun üstünə düşəndə ki, sən bə hardan bunu yığmaq ixtiyarın var, gətirir həmən hədisdən bizə ki, mən ruvatam. Biz də deyirik ki, nətər olur ki, bir hədisin bir cümləsini qəbul edirsən, ki, sətr bu üzrə cümləni qəbul eləmirsən. Onda sən maşiniksən də bizi dolamırsan. Əgər dolamırsansa, onda bu mübahdırsa, vermirəm. Yox, əgər vacibdirsə, sən necə gəlib buradan deyirsən ki, mən naibəm, naibəm. Demək, biz bunları bundan kurusoqa salırıq. Çünki bu bidət bir yoldur, bunu sonradan bu olmuyor şiəlikdə. 5-ci yolda sizin yoldur, təzə çıxıb, 3 nəfərsiz, Murad sən, bir də Hüseyin Sadiq. Deyirsiniz ki, bunu vəfşə mübahdırsa, biz bunu verə bilmərik. Belə bir şey yoxdur axı, bu gəlib onda harama çıxır. Onda imam deyərdi ki, mən vəfşə zapret edirəm bunu verməyə. Mübah sözünü işlətməzdir. Çünki mübah sözü ixtiyar sahibi deməkdir. Bundan sonra mən danışmayacağım. İstəyirsən fikrində qal, istəyirsən tövbə elə. Bu mövzuya qayıtmayaq. Münasibəti pozmayaq, hörməti pozmayaq. Çünki sən də əsəbisən, məni də cinatına mindirirsən. Eləmə də, yəni yorğunam, başa salıram. Eyni şeyi insana nə qədər WhatsAppda da demişəm. Qardaş, özün araşdır, xahiş edirəm, Allaha xatir. Git tarixi araşdır, şeyləri götür, neyniyiblər, nədir? Əgər sənlə mən bu Şeyx Saduqdan ağıllıyıqsa, Seyyid Yusuf Bəhrani fəqihlərdən ağıllıyıqsa, Əllamə, onlar da bu, yəni yaşayıblar da, onların da, yəni onlar bunu belə görüb başa düşür. Biz indi bunu nə deyək, qardaş? Biz neyniyək? Biz deyək ki, biz hamıdan ağıllıyıq, 2 nəfər gəlir. Qardaş, bir dənə söz deyə bilərəm. 5-ini deyək. Sənlə müştehid məsələsindən eyni fikirdəyəm. Birincisi, bunların müştehidin xums yığmağına heç bir dəlili yoxdur. İmam da şərrül füqaların sifətini göstərəndə birinci özü işarə xumsa edir. Bizim məsələmiz bu deyil. Sən ki, dünənləri gəldin bu individual sözün dedin, bu cahillərin ağzına söz attın. Ay Nurəli. Bu cahil də deyir ki, bu günləri. Bu cahil. Nurəli dayı xums söhbəti eləməsin. Sənin söhbətini, sən piryom atıb sənə, mənə ata bilməzlər, mən qəşəng biləm nə danışıram. Sən deyirsən ki, bu mübahdır, bu da sənin dəlilini, Rafizinin dəlilini götürür, deyir ki, mən aparıb verirəm Seyyid Əli Xamneyə. Sən də deyirsən ki, nədir, bir söz cavab verəmirəm, çünki mübahdır. Amma mən deyirəm ki,
Başqa şey danışıram. Mən deyirəm mübahdır, bizim mənxəcə mübahdır. Bizə, çünki biz itayət edirik. Bir dəqiqə səbirli ol. Haçan o deyib mübahdır, mən aparıram, verirəm Seydəli Xamneyə, mən heç nə deyə bilmirəm. Onun Xamneyə kim olsun, kim müştəridə verməyə dəlli var. Sən Newjeli başa düşmüsən. Vallah billah mən yoruldum. Qoy cəmaət plus qoysun. Qoy cəmaət desin ki, sən başa düşürsən ya başa düşmürsən. Başa düşürsənsə, ay qardaş, bax, deyirəm ki, imamın o pul var ha, gətirmişəm, verirəm. Deyirəm ki, bu çıxartmışam imamın pulu. Bu da biz hazırdayıq. Sən mübah sözünü deyəndə bu başa düşürsən mənim götürdüyüm sözü və fəqihlərin götürdüyü sözü deyir ki, ixtiyar sahibiyəm. Sonra da deyir ki, yaxşı deyirəm, aparıb verirəm filan kəsə. Sən də buna cavab verə bilmirsən. Amma mən deyirəm ki, ay qardaşım, sənin müştəhidin bu dəlili qəbul eləmir, mübaha itaət eləmir. Deyir ki, bu bozduqdur. Tozquşunun məsələsi kimi. Sən səbirli ol, əsəbləşmə, biraz səbirlə. Səndən çox mən əsəbləşmişəm. Görürsən, səbirliyəm. Yenə zəng vurdu ki, evdən çıxan biləm, nəysə. Məsələ odur. Məsələ başqadır. Bax, indi diqqətlə mənə qulaq as. Mən sən gəlməmişdən qabaq bunları dirəmişdim divara. Seyid Vüqar ki, heç nə başa düşmür ki, imam halal eləyib ki, bizim məsələlərimiz pak olsun, halal olsun, təmiz çıxsın. Sən gəldin buna dedin ki, bu variantla gətirib versə, məsələn, özünü aparıb Seyidlərə verə bilərsən filan. Bu adam bu günləri bayrağı tutub əlinə, bütün efirlərdə qışqırır ki, bu daha görürdünüz, Nurəli deyirdi ki, müştəhidlər haqsız yerə xums yığır, onun ustadı Qəmbərov dedi ki, Nurəli səhv başa düşüb, özünü götürüb verə bilərsən. Ayıqlar var orada. Harda Əli Qəmbərova Allah lənət eləsin 1000 dəfə, əgər Əli Qəmbərov deyir ki, müştəhid aparıb pul vermək olar. Mən 25 ildir canımı qoymuşam bu yolda. Sən nə danışırsan? Bir diqqət elə də mənim sözümə. Çıxart da qulağından bu vızvızaları. Qulaq as mənə. Deyirəm ki, bu bizim mənxəcə mübahdır. Başa düşürsən, bunu gedib heç kim götürə bilməz. Bunu bizim mənxəcdən başqa, başa düşürsən, bu söhbəti eləyə bilməz. Mənim mənxəcimdə mübahdır bu. Mənim mənxəcimdə mübahdır. Müştəhidin mənxəcində vacibatdır. Quran ayəsini götürür, hədisi götürmür. Başa düşürsən, deyir zəifdir. Vırır Qurana, atıb tulluyur. İndi sən ona sual verməlisən ki, ay müştəhid, bə sən bunu vacib bilirsən axı, bə sən kimsən? Deyir, mən də naibi amam. Xamneyə də deyir ki, naibi xasan. Dava budur ki, riyasət eləyir. Məni isə heç it dəftərində də adım yoxdur. Mənim dəftərxanam yox, mənim şeyim yox, mən xums yığmıram, peçat maşinkam yox. Mən kiməm ki, mənim heç pulum da yoxdur çıxardan. Bir nəfər gəlib mənə deyir ki, mən Leningraddan Azərbaycan yetimlərinə 5000 manat pul vermək istəyirəm. Orada bir 5 dənə Seyid tanıyırsanmı 1000 manatdan verim. Mən də deyirəm, bu deyir kas nömrələri, Seyidləri, səcərələrini tanıyıram. Amma həmən adam mənxəcimdə olmalıdır. Mənim mənxəcimdə olmasa... Bildim, hə. Bildim, bunun olmaz ki, adın hədiyə qoyub verək. O hədiyyə çevrilir də. İmam deyir ki... Qardaş, imam sənə verirsə, imam verirsə, o sədəqəyə çevrilir. Prosto ortada seyidlər vardı ya, Nurəli, seyidə sədəqə haramdır. Sədəqə haram yeməsin deyən bunu eləyiblər. O da bizim əxbar mənxəcəlidir. Yaxşı, indi bir dənə sual verim. Deməli, imam gedib qeybə. Düzdür. Burada da Haşimi Seyidlərinin payı var. Onlardan yolda qalanlarının payı var. Yox. Haşimi... Necə yox? Bax, qulaq az. Hamısı imamındır. Sadəcə olaraq imam, peyğəmbər, Haşimi Seyidlərə maaş veribdir. Bu da hamı görüb. Buna bir video... Bildim də, Qəmbərov. Ay, başa düşdüm, başa düşdüm. Bunu da Ali imama çatmır, deyir, imam elədiyi əməli eləyirəm. Bax, Allah necə ki öz kitabında deyir, yarısı Allahındır, yarısı Peyğəmbərindir, yarısı onun qohumlarınındır, yarısı yolda qalanlarındır, filanlarındır. İmam da deyir ki, yolda qalanda, filanda hamısı bizik. Yaxşı, sualım bu cürdür. İmam ki qeybə gedib, xumsu da mübah eləyib, məsələn, şiyələrinə halal eləyib, gələnə qədər, zuhura qədər bu məsələdən azaddılar. Yaxşı,
bu seyidlər ki var, bu günləri ki deyirsiniz ha. Bəs bunların işi necə olacaq? Bunlara o xumus ki imam halal edib cəmaət də vermir. Və bu bədbəxtlər hardan dolanacaqlar? Bu yolda qalan nə edəcək? Küçədə qalan nə edəcək? Allah köməyin olsun. Elə ona görə də bizim mənhəcdə itaət elədiyimizə görə imamın sünnətinə və niyyəti qoyduğumuzda ki bu yaxşı işi görək, ona görə paylayıblar veriblər seyidə. Cavab Qardaşım yaxşı yaxşı işi olmaz ki imamın adından əhyə eləyəsən, məsələn ehsan kimi, pul kimi, hədiyyə kimi. Mən dediyim başqa şeydir. Sən gəlməmişdə imamın səni nəzərdədir. İmam şahid deyir ona. Sən deyirsən ki, mənim əlim sənə çatmır. Çünki Allah səninlə mənim aramda qeyd çəkib. Allah sən şahid olun ki, bu pulu mən çıxartmışam və sənin niyyətinlə aparıb verirəm. Başa düşmüsən nə deyirəm? Suallar çıxdı, dava niyə eləyirsən? Qışqırma, yavaş-yavaş danışırıq, öyrənmək üçün. Suallar çıxır. Bax, səbirli ol. Burada səbirli ol, sual verirəm, cavab ver də. Adı aşağıda da hamı yazır. Denəsən başa düşür. Adı aşağıda salamat da yazsın. Aşağı bağlayın komentaryaları moderatorlar. Niyə komentaryalar? Zəhləmə aparmayın aşağıda. Ay qardaş, 215 nəfər adam var. Hamı başa düşür, sən başa düşmürsən. Mənə ehtiyacım yox. 215 nəfər özü üçün mənim öz dəlillərim var. Ehtiyacın yoxdur, mövzunu bağlı getmək istəyən elə də. Hə. Yo, sualıma cavab ver. Nə istəyirsən elə deyil. Sualıma cavab ver. Gəl bura, uzağa getmə. Gəl bura. Bax, Seyid Buqara sual verdim. Dedim ki, Seyid Buqar. Sənin sualımı mən dolğun cavab verdim. Dolğun. Qəmbərov, xumus məsələsində səndən eyni fikirdəyəm. Dabandan ayağa qədər eyni fikirdəyəm. Mənim söhbətim başqadır. Sən dünən də başa düşmüsən, bu gün də başa düşmüsən. Səbirli ol. Sən eyni fikirdə deyilsən mənimlə. Seyid Buqar, deyir ki, sən bir təzə öyrəndin ki, səbirli ol bir dənə. Bizim xumus məsələsində görüşümüz fərqlidir. Biz mübaha iman gətirmişik, onlar vacibə. Birinci əsas məsələ budur. Seyid Buqar da deyir ki, Seyid Buqar sənə priyon atır. Seyid Buqar deyir ki, mübahdırsa, bunu aparıb vermək olarsa, mən verirəm Seyid Sistaniyə. Səbirli ol, belə yox. Bax görürsən, bizim söhbətimiz odur. Yenə deyirəm, bilmirsən nədir, yenə öz dediyi deyirsən, imkan ver sözümü deyim, dünən də imkan vermədiniz, məni keçməli elədiniz, çıxdım getdim dayı. Bax bir dəfə də başa sallam, onları bir başa salmışam. Demişəm, bax Seyid Buqar, yaşayırsan indi 21-ci əsrdə. Bilirsən ki, imam şiyələrə bunu mübah edib, sən də qışqırırsan ki, mübah edib mən verməliyəm. Deyirəm ki, bax, tutaq ki, bir dənə jırni məclis tutmusan, hansısa nazir ölüb, 100.000 sənə pul veriblər. Sən də deyirsən ki, bunun pulunu mən istəyirəm, xumus çıxadam. Halbuki bilirsən ki, sən halallıqda və azaddasan. Düzdür qardaş, deyir, hə. Deyirəm, indi birdən çıxartdın bu 20.000-i. Bu pul kimin oldu? Sənin oldu, imamın oldu. Bəli, sən bu sualı 100-cü səfərdə verirsən. Mən də sənə deyirəm ki, bu sualı verməmişdən sonra insanın mənxəcini öyrənməlisən. Əgər bu adam üsulidirsə, bu adamı çıxartmaq vacibdir. Onun hökmü başqadır. Əgər insan əxbaridirsə, hökmü başqadır. Başa düşmüsən sən bunu? Mən səbəbi budur ki, danışırım, sən fırrıysan, valı əvvələkin 100.000 pul qazanmısan bunu çıxardar. Sən beynindən bir dənə öz şəxsi, nəfsinin məsələsini qoyduran, ha, başa düşərsən hər şeyi. Sana dedim, o oxuduğun məqaləni oxu. Ha, o oxuduğun məqaləni sən başa düşməmişsən. Burada camada oxuduğumu 50 dəfə də oxumuşam, 50 dəfə oxumuşam. Allah başa düşməz. Yenə bax, sən öz fikrində qal, mən də öz fikrimdəyəm. Suda. Bir dənə oxuturaq təzdən. Bir dənə təzdən oxuturaq. Oxuturaq. Oxuturaq sən bir dənə gör, sənin dediyin şey o məqalənin hansısa bir hissəsində varsa, mən sən fikrini qəbul edəcəm. Yoxdursa sən tövbə edəcəksən. Yox, sən dünənlərə hədis demişsən, ha, hədisi gətir. Allah hədisi zadı gətirməm, hələ məqaləni oxu. Sən heç nə gətirək. Hansı məqaləni? Xumsun iddiası, alimlərin elədiyi xumsu gətirin bizə verir. Aysa, o dünənləri Cavidən oxutdurdu. Hələ mən də onu deyirəm də. Mən onu deyirəm, mən də alim. Ay qardaş, alim nədir? Səbirli ol. Alim nədir? İmam özü deyir. Şərrül füqahaların sifətini göstərəndə deyir ki, bir var haram yeyəsən, bir var harama don geyindirəsən.
Şərrül füqalar da nə deyirlər? Deyir ki, biz imamın naibiyik, bizə çatır. İmama aid olan hər bir məsələ Nurəli- bizə aiddir. Nurəli, nə ilə deyirlər ki, biz imamın naibiyiz? Dəlilləri nədir? Heç bir dəlili yoxdur, əqli dəlilləri. Var dəlili. İshak ibn Yaqubun Hansı? ruhatı məsələsini dəlil gətirirlər. Heç bir oradan hardan çıxadır ki, onlara hardan çıxadır? Gəl oxuyaq da İsa ibn Yaquba Ay gələcək. ay qardaşım, sən deməyinlə də öyle, onlar onu dəlil götürür. Mən nə yaxdan deməsəm mən qulaq asmır. Ay götürsün də nə olsun? Ha, necə yəni Biz götürsün? Sünnilərlə dava nə Ha. edirik? Bak sünnüdülər Ay bunlar. qardaş, Sünni onlar- deyir ki, peyğəmbər dedi ki, Əbu Bəkir namaz qılsın da xəlifədir. Bak ki, sən 1%san dünyada. Onlar 20%dir, 80% sünnüdür. Bu 20% deyir ki, bu hədis zəifdir. Sən bunu xoşuma gəlsə də, gəlməsə də. İndi sən bunun dəlilindən vurmalısan. Sən də girmisən, bizim mənxəzin içindən spros eləyirsən ki, sən bunu çıxarda bilərsən, çıxarda bilməzsən. Bu da deyir, çıxarda bilərəmsə aparıb istədiyim yerə verirəm. Sən bunlara bir dənə elə bir tort verirsən ki, alın yiyin, mən yiyəmirəm. Xeyr, çıxada bilməz də. Hə, o da müştəhidə dəlil, xums verməyə dəlil var. Sən nə deyirsən? Ay qardaş, bizim mənxəzə görə yoxdur. Onlar üçün var, vacibatdır özü də. Əllərində də dəlil Ənfal surəsi 41-ci ayədir. Mən nə deyirəm? Deyirəm ki, bax, bir var haram yeyəsən. Haram. Birinci Ay, baltanı biz mücahid dedik, götürər, o gələr haramı- odalın üstünə. O haramı biz gətirib onlara sübut edirik ki, yediyin haramdır. Çünki dəlillərin səhvdir. Biz onu sübut edirik. Onlar da onu qəbul eləmir. Başa düşmürsən sən? Bizim davamız riyasət davasıdır ki, sən imamın sistemini hardan təzdən bərpa eləmisən? Hardan gətirib qurmusan? Hardan gətirib bilirsən ki, bu pul halaldır və haramdır? Çünki halal haram o pulu sənə mənə aid deyil. Halal haramı bilmək imamın səfrinə aiddir. Çünki o pulu yığıb Yaxşı, bir dənə də sual verim, bilmirəm, öyrənmək istəyirəm. Öyrənmək ayıb deyil ki. Öyrənirəm də. Bax, tutaq ki, yaxşı. Bu mən də sənə xaricdən zəng vurmuşam, deyirəm Qəmbərov 5-6 dənə seyid lazımdır. Hərəsinə bir 1000 manat verək, sən də tanıyırsan. Mən də sənə demirəm, haramdan əldə elədiyim pulla, sən də bunu ayıra bilmirsən ki, yox. Mən də haramdan elədiyim Ay pulla qardaşım, göndərdim verdin seyidə. Babalı necə oldu? O günahkar mənim də, onların da hamısının günahı gəlirsən boynu var. Demək sən imansız, axmaq, şəxsiyyətsiz bir insansan ki, mömin cildini giymirsən, seyidlərə haram yedizdirirsən. Çünki məni mömin bilib, deyirsən ki, mənə kart ver, mən sənə kart verirəm. Mənim dəftərxanam yoxdur ki, mən sənə pulumuzda peçat vurum. Sən yüngəli bunu başa düşə bilmirsən ki, əxbarilikdə riyasət yoxdur, pul yığmaq yoxdur. Başa düşsən, başqa şey var, yəni yönətmək var, kömək var. Sən bunu ayırt edə bilmirsən, 2 gündür deyirəm. Mən yenə sözümdə qalıram. İmamın qeybət zamanında imamın xumusdan olan Məndən puluna başqa- heç kəs dəyə bilməz. Məndən başqa 3 nəfər bu fikirdədir. Hüseyn Sadiq, sən Murad, 3 nəfər. Yəni siz imamın əvəzindən hökm verirsiniz ki, mübah haram deməkdir. Sən tanıdıqların 3 nəfərdir. Elə bizim içimizdə şeyx olan da var, elm əhli olan da var, hamısı eyni sözü deyir. Yoxdur, bizim mənxəzdə elə sözü heç kim deyə bilməz. Özdə Temboli şeyx. Onu bilsən kim deyə bilər? Onu cahil deyə bilər. Niyə? Çünki bu insan nə şiənin fəqihlərini priznavat eləmir, nə şiənin fəqihlərini onda hamısını zibilə atmalıdır. Deməlidir Kuleyni də batildir, deməlidir Sadiq batildir, deməlidir Yusuf Bəhrani batildir, deməlidir Məclisi batildir. Bunları deməlidir. Deməlidir Əstrabadi batildir. Bunları eşitmək istəyirəm. Kimdir o şeyx? Çıxart görün bura. Sən dur ey qırağa, sən bu şeydə hələm təzəsən. Sən o çağır o şeyxi görüm onunla. Əstrabadi nə deyib? Deyib gedin yığın verin kiyə, əxbarlara verin. Ay qardaş, şiyədə 2 dənə xətt var. Əxbar xətti var, bir də üsul xətti. Bu əxbar xəttinin qanunlarıdır, bu da üsul xəttinin qanunlarıdır. Sən burada fəqih döysən, şeyx döysən, mühəddis döysən, sən özündən burada söz sahibi ola bilməzsən. Buyur. Bu Belə bir şey başa düşə bilmirəm ki, qardaş başa düşmürəm də, başa düşmürəm. Mənə dəlil göstər ki, olar, mən iman gətirim. Dəlilsiz mən iman gətirmirəm. Bir dəqiqə. Başa düşmürsən, bax bunun yolu var. Eşidirsən, bu bax qulaq as Nurəli, mənim əziz qardaşım, qulaq as. Başa düşmürsən, əzizim. Tavaqquf edirsən, qayda budur. Başa düşmürsən, tavaqquf edirsən, sakit durursan. Bu məsələnin üstünü örtürsən, bu haqda danışmırsan.
Allaha sığınırsan, deyirsən ay Allah, mənim bu məsələdə hidayət elə hacətimi az dəlilləri qarşıma çıxart və gözləyirsən və başlayırsan mütaliə eləməyə. 1 aya, 3 aya, 5 aya, 1 günə, başa düşdün? Sənə bu cavab gələcək. Mənlə bu söhbəti bugünkü gün burada bağladıq, nihayət ki, bizim münasibəti pozur bu. Mən də bunu istəmirəm, qardaş, mən səni belə pis çıxmasın, bir dənə söhbətə görə səndən, mən kişiyəm, mən başa düşürsən həyatı boyu bir dənə qardaşımı, bir dənə səhvə görə, bir dənə xətaya görə atmaram, küsmərəm. Çünki mən başa kişi xislətli adamam. Sabah özüm də səhv edə bilərəm. Sabah məni də öyrədə bilərlər. Problem yoxdur. Mən də tavaqquf eləməliyəm, getməliyəm ki, görüm böyük əxbar fəqihləri bu haqda nə deyir və tabi olmalıyam. Çünki bu ruvat deyir ya. Bunun bir ucu gəlib imam görsətdiyi alimə də, yaxşı bu alimsizlik yoxdur bu dində. Alim olmayan cahildir. Alim olmalıdır ya əxbar xəttindən ya üsul xəttindən. Biri haqlı, biri batildir. Məsələ budur. Yəni sən imama əlin çatmırsa, fuqahat edən bir şəxsə müraciət etməlisən. Qardaş, ay qardaş, imam pulu halal eləyib şiyələrinə. Hər çıxartmaya bilərsən, problem yox. Çıxardısansa, imamından qabağa düşürsən, özbaşınalıq eləyirsən, eləmirsən. Özbaşınalıq eləyirsənsə, ona birinci Hüseyn ibn Ruh özbaşınalıq eləyib. 4-cü Səfir Samuri özbaşınalıq eləyib. Bütün kitablar, fəqihlər özbaşınalıq. Çünki hamısı mübahla götürür. Başa düşürsən? Ay qardaş, özün deyirsən 4-cü səfir. 4-cü səfir kimin səfiri? Mənim səfirim olur. İmam mübah eləyəndən sonra 3-cü, 4-cü səfir yığıblar. Ondan sonra da həmən məsələni fəqihlər 3 qaydaya qoyub. Bastırmaq, nəsildən nəsilə vermək və paylamaq. Qutardı getdi, üçündən birini götürə bilərsən. 4-cü burada variant yoxdur. Başa düşmüsən sən? 4-cü naibin ölməyi ilə böyük qeybət başlayıb. Bu öləndən sonra ruhu gəlib yığıb cəmaatdan. Ay qardaş, yığmaq söhbəti qutarıb, yoxdur yığmaq. Başa düşmüsən? Sən deyirsən axı indi deyir ki, imam mübahiləb o da yığır. Ay Nurəli, vermək... Qəmbərov, danışmıram səndən bu mövzunu, püso, danışmıram. 3-cü, 4-cü naibədən xoruzun bindirim divara. Sonra qutardı getdə başa düşmüsən, tavaqquf elə də, qardaşım. Mən başa düşürəm, başqası gəlsin sənin əvəzində onun xoruzunu dırmaşdırım divara. Bomba kimi də başa düşürəm. Necə olur bu? Sənə olan əxbari olanda halal hökmünə düşür, müştehid olanda haram hökmünə düşür. Bir də, bəli, ay sağ ol. İndi xahiş edirəm, 220 nəfər adam var. Çox xahiş edirəm, Allaha xatir. Nə mənim hörmətimə, nə Nurəlinin qardaşlığına. Prosta, kim Nurəli kimi bunu başa düşür? Minus qoysun. Kim mən dediyimi başa düşür, plus qoysun. Bir də mən baxım görüm, bu mövzunu başa düşən var. Amma Allaha xatir, özünüzü allatmayın, nə də mən allatmayın. Yəni ki, olanı deyil. Mən prosta başa düşürəm. Mən başa düşürəm. Səndə plusdur. Məndə plusdur, Nurəldə minus. Qardaş, mən gözəl başa düşdüm onu, sən nə deyirsən? Allah Burada bir dənə sual var. Bu seydə, əgər sədəqə haramdırsa, bunu nətər verək o yazığı? O nətər, Haşimi dövlətdə övladları necə yaşasın? Yəni ki, onu ona görə də elə veriblər də, başıma dönüm. Ben onları şeyləmək. Hacı, hələmi belə asılar sıfıma gedəcəyim. Hə, bəsdir qardaşlar, aydın oldu. Zaten nöqtədir sonra plus minus asılar sıfıma gedəcək. Aydın oldu. Demək bir nəfər Nurəlinin dediyini dedi, 2 nəfər. 2 nəfər Nurəlinin dediyini dedi, 20 nəfər də mənim dediyim. Oldu, başa düşdük. İndi tavaqquf eləyirik qardaşlar. Məsələni bağlayırıq. Biz qardaşıq, yenə də deyirəm ha. Yəni Gülüb oyna əli və uzat qaldırım. Gülüb oyna. Gəlim onu dırmaşdırım burada divara. Görüm hələ zındık nəyə plus qoyub. Başa düşür nəyə? Ha, Qulaz, mən plus qoymuşam. Sən mənim zındıqlığımı harada görmüsən? ay sağ ol. Hə. Verirəm sənə. İmamın pulunda məhz təsərrüf eləməyə kim sənə ixtiyar verib? Bir dəqiqə qoy. Gətirirəm, verirəm sənə. Bir dəqiqə, sualı Sən kimsən verməmişsən. imamın pulunda təsərrüf edirsən, hə? Hər bir Açı, sən bizə verməli deyilsən, biz də səndən almalı deyilik. Təsərrüf özünündür, təsərrüf eləmək olmaz. Başa düşmüsən sən bu sözü? Yığmaq da olmaz. Yox, Burada çıxartmaq olmaz. Çıxartmaq mübahdır, yığmaq olmaz. Bu 2 dənə fərqli şeydir. Biri çıxardan, Yığmaq olmaz.
Amma sən çıxardıb bunu Seyidə verə bilərsən. Sən verə bilərsən, amma riyasət edib toplaya bilməzsən. Bu ondan ötürüdür ki, insan bir söz keçirtməsin zaman. Bax, adamın nəfsinə toxunmayın, bax Zaza. Mayka ilə gəlmisən, Zazasan, hansı şərəfsizsən, ya çıx yuxarı, bit. Hadi yaxşıdan Nurəli gənə başladı. Vardıq da bağladıq da bu söhbətində qardaşım. Dedik də tutur. Demə, heç kimə zındıqsa demə, qardaş. Başıma dönür, demə, bir adamı tanıysan, bir adamı tanımısan, başa düşürsən, bax, bu sözləri deyirlər, zamanın nəfsi qabarır. Bayaqları görsən, dəyyus dedin, gicələ yoldu Həsənov. Barışmış ki, təzdən dedin, dəyyus da nə deməkdir, gözünlə görər. Bunu hansı çox yolu Çox pis söz. Valla kimin palojilası nədir onu deyirəm mən. Ha olmaz ay Nurəli, sən burada dini şey deyirsən. Ey qardaşım, sən onda ki şəxsdə belə. Ha sən burada zaman indi bu aşağıdakı tupoyları ay kişi, mən kimi deyirəm, nə deyirəm başa düş. Estağfurullah ilə Allah sizin bara bırnınızdan gətirsin sizin doğum gününüzü başa düşəsiniz. Bu günləri mənim bırnımdan gətirdiniz. Aşağıdan fake yazan, fake səhifə ilə plus qoyan özün tanımayanlar var orada. Deyirəm ki, bu plus qoyan, özün tanımayan zındıqlar. Başa düşmüsünüz plus qoyusunuz. Gəlin çıxın yuxarı. ay Nurəli, qardaşım. Sən də oradan başa qalqamını deyirəm sənə ağzındakı plusun birini mən qoymuşam. O sözün biri də mənə aidiyyət edirsən sən. Başa düşürsən sən? Bir fake səhifə deyir, ayəm ya falan. Bir fake səhifə ilə plus qoyan. Ha, sən başa düşmüsən, bizi, sən Abşakovu danışırsan. Niyə? Biz sən başa salmaq istəyirik ki, Abşakovu danışma. Qardaş, xahiş edirik səndən. Sən bizim qardaşımızsan. Niyə əsəbləşibsən şeytana vermirsən? 3-4 gündür borcu. Bax, ay qəmbərə, bu da, Əhl-i Beyt nökəri, ay şərəfsiz, ay binamus. Bax, mən səni tanıyıram, sənin adını çəkmişəm, ay qeyrətsiz. Hə? Bax, görürsən, gəlirlər bu bişlər, bu vələdi zinalar, yazırlar mənə özümdən çıxadırlar da. Neyim, mən də başlayayım o bilənlər kimi var yoxumuzdan girim söyməyə. 3 ildir tövbə eləmişəm söyməyə ya. Başlayaram söyməyə, elə yerimizdən söyərəm, qiyamətə qədər qışqırarsınız. Bəstirin dayı yansanız bir kişiliğimiz olsun da, bir qeyrətimiz olsun da. Siz nə şərəfsiz bir qiymətsiz adamsınız. Nurəli, səbirli ol. Cəmaət gələr səni provokasiya da eləyə bilər. Sən efir saç. Ay qardaş, siz gedirsiniz cəmaətin provokasiyasından. Mən danışıram aşağıda fake qoyan plusdan, yuxarıda əl təxib deyir ki, mən də plus qoymuşam. Mənə deyirsən. Məsələn, olmaz axı. Qardaş, bütün burada siz axı. Ay qardaş, sən deyirsən, bu apşaka deyirsən ki, ay plus qoyan zındıqlar. Bir dəfə də deyirəm. Sözümün əvvəlində dedim ki, aşağıda nöqtə plus qoyan fake zındıqlar ki var, başa düşmürlər. Bir nəfər çıxsın görənə başa düşmürlər. Ay Nurəli. Hə? Zındıq nədir? Anasını söymüşəm, batsını söymüşəm. Zındıq odur ki, dindən çıxan. Ulan sen vapşı üniversite... Bastırında yalandan ben şeyden... Allah'a and olsun Qəmbərov, tüpürərəm hər şeyə. Qurana and olsun, subut edirəm ki, bu səhvli sizin dedikləriniz. Sən heç nə eləyə bilməzsən. Sənin ona nə ağlın çata bilər, nə məntiqin çata bilər, nə biliyin çata bilər, heç nəyin çata bilməz subut eləmək. Çünki başa düşürsən, sən bu məsələni özün başa düşməmsən. Bu bir. İkincisi də başa düşürsən, gənə də deyirəm, özünü yığışdır. Yığışdıra bilmisənsə 3-4 terif elə. Evini saxla, əziz qardaş, olmaz belə. Sən cəmaət bura gəlir, sən Əhl-i Beyti təmsil edirsən, Əhl-i Beyti... Qardaş, mən cəmaatla danışmıram. Sən özün bilirsən ki, bu cındırlar moment axtarırlar. Fake səhifə ilə gəlirlər, fake qoyurlar, nə bilim, neynirlər. Bir sabah girib Zazan Mayka ilə. Nə bilim, hansı şərəfsizdir. Başlayır orada plus qoyub artıq əski yazmağa. Sən ona niyə fikir verirsən? Sən ondan işin yoxdur da, mən bilirəm kimdir. O şərəfsiz də deyil, ay Nurəli. Başa düşürsənmi? Eləmək olmaz o söhbətləri. Sən nüjeri başa düşmüsən. Sən mən sən Arifə bir işarə deyərlər, sən gənə də fırladırsan söhbəti. Sən bilmirsən, mən bilirəm kimdir. Yekə olansan, sən mən ağzımda, sən özünə niyə bu qədər düşman? Onlar hamısı şiyə balalarıdır. Qeyrətli, namuslu, dastoylu da oğlanlardır. Bəstirində, qutarında bu Abşakovun söhbətləri eləməyin də.
Oyun oğlandır, mən sənə söz demirəmsə, sən kimsənə mənə ağzına gələni deyirsən. Ha, çünkü sen Apşakov'u dedin zındık. Ona göre Apşakovu demədim, dedim aşağıdan plus koyan, başa düşməyən zındıqlar. Nurali Ay sen kardeş sen birinci... hep başa Sən söz demişəm. Ay yadından başa çıkıyor. düşen bilirsen hayır olur zındık değilsen. Sen yadından çıkıp birinci opşi dedin. Sonra onu düzelttin. İkinci de İki nefer adaletli adam Ada sən Allah gedin işimizlə, sənə gedin şərif. and olsun Allah'a ki sen bir başa dedin ki Apşakov'u zındık. Birinci onu dedin. Get kayıtları çıkart bak. Get tövbeyle bak şimdi. Bu 3 gündür sen ağzına Çıxadaram kaydı, yenə dediyimi də deyirəm. Yenə dediyimi də deyirəm. Aşağıdan başa düşməyən zındıqlar ki plus koyurlar. Ha. Bir nəfər çıxsın bura izah eləsin. Görüm hələ nəyə başa düşüb. Ha, çıkart da kaydı bir dakika çıkart koyak göre sen Apşakov'u zındık dedin yoksa dedin aşağıdan başa düş. Sen Apşakov'u dedin aşağıdan başa düşmeyen piliz koyan zındık var. eşidirsən, əsəb sənə güz gəlib, əsəbləşmirsən, bəs. Peki oğlan Düz söyle. deyirəm də aşağıdan başa Ay, düşməyən, düz deyirsən. aşağıdan başa düşməyən səbirli ol. Aşağıda başa düşməyən aşağıda başa düşməyən plus koyan zındıqlar. Mücahidə aiddir bu. Hə? Kardeş Ya mütemin Fəxriyə aiddir. Ay kardeş orada oğlanlar var başa düşmüyor. Başa düşənlərə demir, əlim sənə qurban. Başa düşməyən zındıqlar deyir. Ay kardeş başa düşmeyen adam minus koyar da başa düşmüsən sen başa düşmeyen adam menfi koyar. Başa düşen adam plus koyur ora. Yaxşı, Xeyr, vapros o Mən deyildi. getdim. Vapros oydu ki, sən düz deyirsən ya mən düz deyirəm. Ona plus koyurdular, minus koyurdular. Sənin dediyin düz idisə Tamam. plus koyurdular, mənim dediyim düz idisə minus Nurani koyurdular. sağ ol. Lan bu sağ ol. Yox, burada nə var ki, Nurali? Əhli kitabdan etiqad edənlərə zəndin, zındıq deyirlər də. Bu, yəni fars sözdür, ərəbləşib. Yalandan dəvədən fil düzəldim. Vay, Nurali Opşi danışdı. Nurali Opşi danışmır. Nurali